Siyəzən rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin təşəbbüsü ilə rayon mədəniyyət mərkəzində Zəfər gününün 5-ci il dönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Siyəzən rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri və məktəblər iştirak ediblər. İlk olaraq Zəfər gününün 5-ci il dönümü ilə bağlı sərgiyə baxış keçirilib. Tədbirdə çıxış edən Siyəzən rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi yazıldığını, bu qələbənin Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, yenilməz ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əskərlərimizin canı, qanı bahasına, xalqımızın birliyi hesabına qazanıldığını qeyd edib. Tədbirdə çıxış edən Siyəzən rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru Nərgiz Əliyeva Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əbədiyyət ömrünün bütün nəsillərə örnək olduğunu qeyd edib. Sonra Bakı şəhər 7 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin hazırladığı Xarı Bülbül dastanı iştirakçılara təqdim edilib. Tədbirin məqsədi uşaqlarımıza vətənpərvərlik ruhunu aşılamaq, şəhidlərimizin əziz xatirəsini yad etmək, onların igidliyini gələcək nəsillərə çatdırmaqdır. Eyni zamanda qəhrəman şəhid analarımıza olan sonsuz hörmət və ehtiramımızı bildirməkdir.